Salam. Salam, xoş gəlmisiniz. Özünüz haqqında məlumat verin. Adil Zeynalov. Bu? Qalan məlumatlar CV-də yazılıb. Əslində göstəriciləriniz bizə tam uyğundur, amma dil bölməsində ingilis dilinin qarşısına niyə boş buraxmısınız? Məncə mən işlədiyim vəzifəyə ingilis dili lazım deyil. Bəs ingilis dilini hansı səviyyədə bilirsiniz? Qarşımdakı insanı təhqir edə biləcək səviyyədə. Niyə mən sizi işə götürməliyim? İstəyirsiniz götürməyin. Buyurun, davam edin. Hobbiniz nədir? İnsanları analiz eləmək. Məsələn, Məsələn, sizin yaşınızla IQ-nüz məncə eyni rəqəmdir. başa düşmədim. Mən də elə onu deyirəm. Özünüzü 5 ildən sonra harda görürsünüz? Bu sözü işlədən axırıncı HR-ın qəbri üstündə. Başa düşmədim. IQ məsələsi sizə də aiddir. Komanda ruhunuz nə dərəcədədir? Bütün Azərbaycanlılar kimi komandadan zəhləm gedir. Yaxşı, biz məsləhətləşək, sizinlə əlaqə saxlayarıq. Sizə 4 məsləhət verəcəm. 1. Yalan danışma. İnsanlara sizə zəng edəcəyik deyib, onlara ümid verirsiniz. Bu iş kimisə son çıxış yolu ola bilər. 2. İstər müsəlman olsun, istər ateist. Kiməsə inancına görə münasibət göstərmək mündarlıqdır. Bir də heç kəsin CV-sini zibilin qabına ata bilməzsiniz. Burada onun şəxsi məlumatları var. 3. Siz çalışın bir-birinizlə ailə qurmayın. Çünki sizdən yaranan nəsil təkamül prosesini geri apara bilər. 4. Mən zəng edirəm.